Azərbaycanda çox nadir adam bilir ki, bu nədir. Dost məclisinin yaraşığı gəldi, xaloğlu. Bu bir dənə açaq. Bünyamin müəllim, mən sənə kömək eləyim. Maşallah. Bax, hansı bölgənin məhsuludur. Kim doğru tapsa, onun şərhi daha çox bəyəni alsa, ona bizdən hədiyyə olacaq. Bunu ancaq bir bölgənin məhsuludur. Bəlkə onlar daha yaxşı bilər, yəni onlar bilməmiş olmaz. Amma başqa yerdən də bilən varsa, zəhmət olmasa, desin görək bu nədir. Bax, bu da bunun şərbətidir, balıdır. Bal qarışım şərbəti. Bəh, bəh, bəh. Nuş olsun dostlar. Maşallah, maşallah. Bax, vay, Bəh, vay, bəh, vay. bəh. Şərbətini nə vaxt tökəcək buna, onu bilmirəm. Şərbətini birinci tökər. Tökək qoy görsünlər. Sonra biz davam eləyərik də. Bəli, bəli. Şərbəti də gözəl hazırlanıb. İçində də qərənfillər var. Bizim mixək dediyimiz. Bismillah. Kim nə qədər sevirsə, o qədər də əlavə eləsin də. Məsələn, hələlik bu qədər kifayət eləyir bizə. Xoş halına deyir, yeməyəm, babam deyərdi. Xoş halına yeməyəm. Rəhmətlik babam. Yəni ki, yeməmisən, xəbərin yoxdur da. Yedin, gərək daimi yeyəsən. Xoşam hala, yeməyəm. Ay sağ ol. Dostlar, buyurun, siz də sifariş edə bilərsiniz aşağıdakı səhifədən.